Bugün Böyük Qayıdış çərçivəsində Ağdərəyə daha bir köç yola salınır. Tərtərdən yola düşən ailələr Həsən Riz kəndinə yerləşəcəklər. Əməkdaşımız Elnur Tofiq xəbər verir. Birinci köç zamanı 25 ailə 91 sakin geri dönmüşsə, bugün də 25 ailə ümumilikdə 75 sakin əbədi olaraq Həsəniz kəndinə qovuşacaq və beləliklə Həsəniz kəndində məskunlaşan insanların sayı 50 ailə və 166 sakinə çatacaq. Və ötən dəfə həmin köçdə biz də iştirak etdik və geri qayıdan sakinlərlə bərabər Həsəniz kəndində olduq və bir daha təkrarən bildirmək istəyirəm ki, Həsəniz kəndinə qayıdan insanların şəraiti yüksək səviyyədə yaradılıb. Orada olan evlər əsaslı təmir bərpadan sonra sakinlərə təhvil verilir və bütün zəruri infrastrukturla təmin edilmiş və əlbəttə burada elektrik enerjisi, mavi yanacaq, daimi su və yüksək sürətli internet də bunlara daxil olmaqladır. Və bugün daha bir əlamətdar tarixi günün şahidiyik və bu köç prosesi davamlı şəkildədir. Daha öncələr biz Xocalı rayonunun Ballıca kəndinə bu cür köçləri efirə yansıdırdıqsa, bugün artıq Ağdərəyə və məlumat üçün bildirim ki, Ağdərə rayonunun Talış kəndindən sonra artıq ikinci yaşayış məntəqəsidir ki, öz sakinlərinə qovuşur.